Herkese salam. Kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Səhər tezdən bir vedrəni götürdüm, getdim hinə ki, artıq 2 gündür yumurta yığmıram. Yəqin ki, çoxlu yumurta olmuş olar. Mən də həm yumurtalar yığaram, həm də sizin üçün çəkərəm. Amma getdim, gördüm ki, cəmi cümlətanı 3 dənə yumurta var. Başqa yumurta tapa bilmədim. Yumurtanı da yığıb aparanda sanki hara aparırsan deyirmiş kimi toyuqlar da düşdülər arxamca. Nəysə, bunların da dənlərini, sularını verdim, çıxdım evə. Dünən axşam çox pis qızdırmam qalxdı. Heç halım olmadı ki, qabları yuyum ya da ayağa durub nəsə bir iş görüm. Ona görə də bütün işlərim yığıldı, qaldı. Qızdırmamın olmasına səbəb də həmin gün çox üşüməyim oldu. Məktəbə səhər gedəndə əynimi nazik geyindim. Düşündüm ki, gün çıxacaq, normal olacaq temperatur. Əvvəlki günlərdə günortalar çox isti olurdu. Yəni düşündüm ki, mən məktəbdən gələndə artıq hava çox isti olacaq. Ona görə də nazik geyindim əynimi. Həm də maşınla gedib gəldiyimə görə bunda bir problem görmədim. Amma məktəbə çatdım. Müəllimlər otağı o qədər soyuq idi ki, və sinif otaqları da eynən. O qədər soyuq idi ki, rəsmən soyuqdan əsirdim. Mənimlə eyni qaydada digər müəllimlər də eyni dərəcədə soyuqdan donurdular. Amma bir anda hiss elədim ki, mən artıq çox pis vəziyyətdəyəm. Düşdüm günəşin altına, həyətdə durdum. Nə elədimsə də heç cür isinə bilmədim. Evə gəldim, çatdım. Evə gələndə də gördüm ki, yox, mən heç cür isinə bilmirəm, çox narahatam. Biraz keçmişdə bütün əzələlərim, başım ağrımağa başladı, gözlərim yandı və hiss elədim ki, artıq ayaq üstə duracaq halım yoxdur. Eyni zamanda artıq qızdırmam da çox qalxmışdı. 2 gün ərzində də nə üşümək, nə də qızdırma məndən keçib getmədi. Ev nə qədər isti olsa da, əynimi qalın geyinsəm də üşüməyim heç cür keçmirdi. İki günün sonunda nəhayət ki, özümə gəldim və ayağa qalxdım. Qaynanam evdə olmadığına görə bu dəfə yemək pişirmək işi mənim üstümə düşmüşdü. Mən də bugün kənd toyuğundan soğanlı toyuq pişirdim. Bu yeməyi birinci dəfə idi bişirirdim. Nə yalan deyim, qaynanam bişirir, ancaq mən bilmirdim necə bişirilir. YouTube'a açdım, baxdım, oradakı kimi bişirdim. Düzü fikirləşirdim ki, yəqin ki alınmaz, qaynanamın bişirdiyi dadda ola bilməz, amma alındı. Dadı, duzu falan hər şey çox yaxşı yerində çıxdı, amma bir əmması oldu. Təbii ki, əmma olmasaydı olmazdı. Oldu. O da toyuğun biraz az bişməyi. Yəni mən əti biraz çox bişirməli idim, amma az bişirdim. Ona səbəb də düşündüm ki, toyuğu tavada soğanla birlikdə biraz qaynadanda tam olaraq bişəcək, amma bişmədi. Yəni əvvəldən tam qaynadıb, bişirib, sonra qoymağım lazım idi. Bu da ilk dəfənin acemiliyi olsun. Soğan doğrayanda da əməlli başlı göz yaşı axıtdım. Bəzi insanlar soğan doğrayanda heç gözləri yaşarmır. Bunu necə eləyirlər? İnanın ki, başa düşə bilmirəm. Yəni, məsələn, mənim qaynanam, mamam soğan doğrayanda ümumiyyətlə gözlərindən yaş çıxmır. Amma mən otaqda soğan doğrayan biri olarsa, ondan çox mən ağlayıram. Amma eybi yox, gözəl xanımlar. Tək ki gözümüzün yaşarmasına səbəb olan elə təkcə soğan olsun. Soğanı qəşəngcə qovurdum. İçərisinə də evdə birazca pomidor var idi, onu atdım. Daha sonra da bişmiş olduğunu sandığım ətləri içinə qoydum. Birazca soğanla qarışdırdım. Sonra da üzərinə elə ətin öz bulyonunu əlavə elədim. Biraz duz, istiot və salam qoydum bişməyə. Bişməyə deyəndə, yəni birazca suyunu çəkməyə.
Suyunu çəkəndən sonra da götürdüm. Bu da oldu yeməyimin son halı. Bugün eyni zamanda oğlumun 5 ay tamam olurdu. Ona görə də dedim elə onun şəkillərini də çəkim. Hər ayın sonunda həmin ayın meyvəsi ilə onun şəkillərini çəkirəm. Bir anı olsun, xatirə olsun istəyirəm. Böyük oğlumun şəkillərini də həmişə beləcə çəkirdim. Bu dəfə də getdim, həyətdən, ağacdan, karalyoklardan yığdım, gətirdim, 5 yazdım və hazırlayıb şəkillərini çəkdim. Fotosessiyamızı elədik, 5-imizi də dağıtdıq. İndi yatmaq vaxtıdır. Elə oğlumu yatdırıb bir tərəfdən də başladım. Qalmış göyərtilər var idi, onları təmizləməyə. 2 gündür yenə də halım olmadığına görə bunlar da təmizlənməyib qalmışdı. Artıq gördüm ki, çürüyürlər, xarab olurlar. Ona görə dedim elə uşaq yatmışkən bunları da təmizləyim. Uşaq yatmışkən deyəndə əslində uşağı yatdırıb belə rahat-rahat iş görmək mümkün deyil. Çünki mənim oğlum çox pis öyrənib. Ancaq beşikdə dayanmadan yellənəndə yatır. Saxlayan kimi o dəqiqə ağlamağa başlayır, yuxudan oyanır. Ona görə əlimdə iş görsəm belə ayağımda bir tərəfdən onu yellətməli oluram. Qaynanam evdə olanda bu cəhətdən mənə çox rahat olur. Çünki uşağı o elə özü yatdırır, beşiyini özü yelləyir. Mən də rahatça durub gedib işlərimi görə bilirəm. Amma belə bir işin üstündən bəlkə də bir 10 dəfə qayıdıram, qaça-qaçla eləyirəm hər şeyi. Ona görə daha çox yoruluram. Bu səbəbdən bəzi qızların gələcəkdə qaynana ilə yaşamağı heç cür qəbul etməmələrini görəndə fikirləşirəm ki, həqiqətən də bu tam olaraq düzgün düşüncə deyil. Düzdür, qarşındakı insandan da çox şey asılıdır. Yəni qaynana da yaxşı qaynana olanda, gəlin də yaxşı gəlin olanda ikisi də bir-biri ilə çox yaxşı anlaşa bilirlər. Təbii ki, bir tərəfin yaxşılığı ilə mümkün deyil. Amma qaynana evdə insana köməkdir. Həqiqətən mən məsələn qaynanam olmasaydı nə işləyə bilməzdim, nə evin işini çatdıra bilməzdim. Heç bir şeyi, yəni yeri yerində apara bilməzdim tək başıma. Çünki evdə həmişə qarşımda mama gedib, sonra oxumuşam, heç bir şey eləməmişəm. İşləmişəm, yenə heç bir şey eləməmişəm. Sonra da gəlmişəm uşaqlarla falan, birdən-birə, yəni hər şey üstümə düşüb, heç bir şey bacarmazdım həqiqətən də. Evin çək-çevir bütün işləri öz üstümə düşsəydi, həqiqətən itib batardım. Amma sağ olsun ki, bir böyük kimi həmişə dəstəyimizdə olub, köməyimizdə olub bizim. Əgər videoma baxırsa, buradan demək istəyirəm ki, yaxşı ki varsan. Belə danışa-danışa bütün göyərtilərin hamısını əslində təmizlədim. Burada hamısını çəkmədim təbii ki, hazırlama prosesinin. Təmizlədim. Bir qaba yığdım, qoydum ki, sabah bunlardan kükü bişirəcəm. Axşam da yoldaşımın iş paltarları var idi, onları ütülədim. Paltar ütüləmək işini o vaxt bu vaxt heç sevməmişəm. Əsas da yay vaxtında. Çünki bir yandan ütünün istisi, bir yandan havanın istisi, ümumiyyətlə nəfəsim kəsilir paltar ütüləyəndə. Amma yenə də məcburiyyətdən ütülüyürük dayı, neynəmək olar? Belə xanımlar, bu günümü də belə başa vurdum. Əgər videomu bura qədər izlədinizsə, hər birinizə ilk öncədən çox təşəkkür edirəm və sizdən bircə istəyim var ki, videoya like atın və kanalıma abunə olun. Hələlik.